Salyan rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü il dönümünə həsr olunmuş ömrü xalqına həsr olunan Lider adlı tədbir keçirilir. Şirvan Salyan Regional Təhsil İdarəsi və Salyan rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə başlanan tədbirdə Salyan rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, Şirvan Salyan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, Yeni Azərbaycan Partiyasının Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, Şirvan Salyan Regional Təhsil İdarəsinin struktur bölmə rəhbərləri, təhsil müəssisələrinin rəhbərləri və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü il dönümünə həsr olunmuş müsabiqə və yarışlarda qalib olan şagirdlər iştirak ediblər. Tədbir dövlət himninin səslənməsi ilə açıq elan edilərək ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Ulu Öndər Heydər Əliyevin həyat yolunu və siyasi fəaliyyətini özündə əks etdirən video çarx nümayiş olunub. Daha sonra Salyan rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov çıxış edərək Heydər Əliyevin dövlətçiliyi fəlsəfəsindən, Azərbaycanın müstəqilliyinin qorunması və inkişafı istiqamətində gördüyü misilsiz xidmətlər barədə iştirakçılara geniş məlumat verdi. Şirvan Salyan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, Heydər Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizin bütün sahələrində olduğu kimi, təhsil sahəsində də böyük uğurlara imza atıldığını, aparılan məqsəd yönlü siyasətin nəticəsində bugün təhsilimizin günü-gündən inkişaf etdiyini xüsusi vurğuladı. Yeni Azərbaycan Partiyasının Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, Heydər Əliyev ideyalarının bugün də yaşadığını, gələcək gənc nəsillərə də sirayət etdiyini və Yeni Azərbaycan Partiyasının sıralarında gənclərin sayının üstünlüyü təşkil etdiyini qeyd etdi. Çıxışlardan sonra müxtəlif müsabiqə və idman yarışlarında uğur qazanan şagirdlər təltif olundular. Tədbir bədii hissə ilə başa çatdı.